Salam, hər vaxtınız xeyir olsun Günaz TV-nin daimi və dəyərli izləyiciləri. Güney Quzey Azərbaycanda və dünyanın dörd bir yanında bizi izləyən izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Dostlarla birgə proqramında bugün yenidən evlərinizdə qonağı. Bugün Azərbaycan kinosundan danışacağıq. Azərbaycan kinosunun dünəni, bugünü və sabahı müzakirə olunacaq. Studiyamızda bir-birindən dəyərli qonaqlarımız var. Mən istəyirəm onları sizə təqdim edeyim. Amil Məmibəyli, üzr istəyirəm, səs almadım. Rejissor, ssenarist, Hoças filmlə direktor və bədii rəhbər. Ramil Ələkbərov, ssenarist, İncəsənət Universitetində müəllim işləyirsiniz, amma fakültəni bilə bilmədim, Ramil bəy. Universal Sənətlər Fakültəsində müəllim işləyirəm. Orada rejissorluq, operatorluq, ssenaristlik, kinoşünaslıq və kinonun digər sahələrlə bağlı ixtisaslar var. Lap yaxşı, xoş gəlmişsiniz təkrar. Biz Azərbaycan filmi deyəndə ümumiyyətlə bizə ən cazib gələn Sovet dönəminin filmləridir və günümüz filmlərinin real durumu, əslində bunu istəyirəm siz kimi işinin peşəkarından öyrənəm ki, Azərbaycan filminin sabahı hara gedir? Yəni bugünü hansı vəziyyətdədir? Niyə keçmişdəki vəziyyətindən biz aşağı səviyyəyə düşə-düşə gedirik? Bu reallıqdır əslində, bunu biz qəbul edirik. Təəssüflər olsun ki. Əslində sualınızda vurğuladınız ki, Azərbaycan kinosunun möhtəşəm bir tarixi var. Bəli. Yəni 125 il özü az tarix deyil dünya kinosu nisbətində götürəndə. Cəmi 2 il, 3 il biz geri qalırıq dünya kinosundan. Amma bu dövrdə yaxşı, orta səviyyədə, yüksək səviyyədə, yəni keyfiyyətdə peşəkar işlər ortaya çıxıb. Yəni biz hazırda bütün nəsillər, yəni yaşlı nəsildən tutulmuş, gənc nəsillər belə köhnə Azərbaycan filmlərini deyirik də, klassik Azərbaycan filmlərini sevə-sevə izləyirlər. Müxtəlif komediyaları olsun, dram filmləri olsun, döyüş filmləri olsun. Müstəqillik qazandıqdan sonra, təbii ki 91-ci ildən sonra bir çox sahələrdə olduğu kimi kino sahəsində də istənilən halda biraz geriləmə oldu. Nəyə görə geriləmə oldu? Maddi duruma görə geriləmə oldu, sistemin, strukturun yenidən formalaşmasına görə geriləmə oldu. Amma 90'ların ilk illərində çox qəribədir ki, bizdə sponsor kinosu deyə bir qavram, yəni məfhum ortaya çıxdı. Yəni kommersiya filmləri dediyimiz. Ayrı-ayrı şirkətlər, holdinglər, şirkətlər də özü yeri yaranırdı, yəni müstəqillikdən sonra. Onlar həm də sənətə dəstək verməyə başladılar. Bu tipli filmlər ortaya çıxdı. Məsələn, sevə-sevə baxdığımız bir çox filmlər, Bəxt üzüyü olsun, Təxminə olsun. Bir çox filmlər yəni müstəqil studiyaların istehsalıdır, yəni sponsor dəstəyi ilə çəkilmiş filmlərdir. Daha sonra bu sahədə geriləmə oldu. Düzdür, dövlət tərəfindən mütəmadi olaraq müəyyən məbləğ ayrıldı filmlərin istehsalına. Amma hazırda struktur dəyişikliyinə əlaqədar olaraq bilirsiniz ki, keçən ildən etibarən Azərbaycan kinosunda struktur dəyişikliyi baş verir. Azərbaycan Respublikası Kino Agentliyi yaradılmaq ərəfəsindədir. O struktur dəyişikliyinə görə müəyyən bir durğunluq, pauza yaranır film istehsalında. İndi biz ümid edirik ki, o struktur tam oturandan sonra, yəni fəaliyyət tam başlayandan sonra film istehsalı, birinci növbədə kinonun inkişafını biz filmin istehsalında görürük. Və filmin istehsalı üçün bir çox məqamlar yerinə yetirilməlidir. Yəni o kadr potensialının yetişməyindən tutmuş, digər texniki avadanlıqların yetərli qədər olmağı, studiyaların, pavilyonların, səs yazma studiyalarının standartlara cavab verməyə. Bu sahələr, yəni inkişaf gözlənilən sahələrdir bunlar. Hamısında inkişaf lazımdır və ümid edirik ki, növbəti mərhələlərdə, yaxın 2-3 ildə bu sahələrdə inkişaf olacaq. İnşallah biz onu ümid edirik. Siz gənc rejissor olaraq Amil bəy, yəni biz düşünürük ki, yəni gənclərin əlində artıq nəsə biz yaxşı nailiyyətlər əldə edəcəyik inşallah. Gənc baxış mənə çox maraqlıdır. Niyə bu vəziyyətə gəlib çıxıb? Yəni hansı səbəblərdir? Çünki əksər eşitdiyim cümlə maddi problemdir. Sizcə sadəcə maddi problemdirmi, yəni kinomuzun hazırki vəziyyəti? Yox, təbii ki, təkcə maddiyyat deyil. Ramil bəyin dediyi kimi məsələ iyerarxik şəkildədir. Yəni o həddə çatıb ki, yəni zəncirvaridir, bir-birindən asılı olan səbəblər var. Ona görə təkcə maddiyyatın üstündə olan bir şey deyil. Məsəl üçün kadr problemi var. Ramil bəy vurğuladı məsələni. Kadr məsələsi çox ciddi faktordur. Məsəl üçün kino rəssam bizdə yoxdur, səs rejissorları yoxdur. Var, yəni amma o dərəcədə yoxdur da. Hətta quruluşçu operatorun özü belə çatışmayan sahələrdən biridir.
Amma deyərdim, rejissorlar, senaristlərimiz həqiqətən kifayət qədər var, yaradıcı adamlar çoxdur. Çünki kino rejissorun və kino senaristin yetişməsi üçün daha çox məktəbdən daha çox bir necə deyim, öz fəaliyyət də olmalıdır onun içində. Təcrübə kimi. Təcrübə olmalıdır. İnsan yəni həm mütaliə eləməlidir, həm araşdırmalıdır. Yəni bu işin içində o var deyə bizdə kino rejissorlar, kino senaristlər özləri formalaşdıra bilirlər. Amma o digər dediyim ixtisaslar biraz təhsil çox vacibdir. Düzdür, o demək deyil ki, kino rejissor təhsil almamalıdır, kino senarist təhsil almamalıdır. Onlara da təhsil çox vacibdir. Amma sözümü ona gətirmək istəyirəm ki, yəni maddiyyatdan daha çox da bəlkə məsələlər var. Yəni maliyyə məsəl üçün bizdə həmişə olub, açığını deyim, amma nə qədər özün doğruldub, doğrultmayıb deyə bir məsələ var. Yəni dövlətin həmişə kinoya qayğısı olub. Hər il kifayət qədər olmasa da müəyyən bir məbləğdə belə deyim də yatırımları olub kinomuza. Amma bu özün nə qədər doğruldub, artıq o sual üzərində biz fikirləşməliyik, düşünməliyik. Son illərdə açığını deyim, yəni təxminən məncə 2 ildir ki, yəni belə deyim də film istehsalı dayanıb. Yəni dövlət sifarişi ilə olan xüsusilə filmlərin istehsalı dayanıb. Bu da təbii ki, çox necə deyim, bir uçurumdur həqiqətən. Həm kino rejissorlar işsizdir, həm senaristlər işsizdir. Yəni kino sinergetik sənətdir, böyük komanda işidir. O deməkdir ki, böyük bir komanda işsiz vəziyyətdədir. Və olmamağı mədəniyyətin özünə də ciddi bir təsirdir. Əlbəttə, yəni bunun yəni maddi tərəfdən daha çox, yenə deyirəm ki, mənəvi problemləri daha çoxdur. Siz müəllimsiniz də, universitetdə tam da bu işin içərisində müəllimlik edirsiniz. Yəni Azərbaycan sənət beşiyidir, belə deyirik də. Yəni biz istər səs ifaçılığı olsun, istər enstruman ifaçılığı, istər aktyorluq, yəni bütün sahələrdə Azərbaycan həqiqətən dünyanın bir çox ölkələrindən daha üstündür. Keçmiş bir 20 illikdən hazırki vəziyyətə baxanda məktəbmi doğru şəkildə təhsil vermir də, yaxşı yetişmir, yoxsa mən sürekli problemlərdən bəhs eləmək istəmirəm, amma biraz analiz məqsəddə əslində bu sualı verirəm ki, yəni dəyişən nədir, yəni problem nədir ki, ümumiyyətcə heç uzaq getmirəm. Türkiyənin həsədlə baxdığı Azərbaycan aktyorları, Azərbaycan filmləri ki, onların dönəmində çəkilən Yeşilcan filmləri heç bir şəkildə dünya səviyyəsinə çıxmağından mövzu belə bəhs eləyə bilmərik. Amma hal-hazırda dünyaya meydan oxuyan bir film sektoru var onlarda. Yəni bizdə nə oldu da düşüş yaşandı? Yəni bayaq Amil bəy də vurğuladı ki, yəni sənətlər içində kino öz unikallığı ilə fərqlənir. Yəni digər sənət, mən rəssam olsam, mənim sadəcə fırçam və özüm yetərlidir ki, özümü ifadə edə bilərəm. Və ya bəstəkar olsam, musiqimi bəstələyərəm, onu hər hansı bir müğənni ifadə edərəm, eyni şəkildə yazıcı olsam. Kino elə bir sənətdir ki, bir nəfərdən asılı deyil. Yəni həqiqətən kino üçün vacib olan peşələr, rejissorluqdur, senaristlikdir. Həqiqətən bizdə çox möhtəşəm rejissorlar var. Yəni bir burada əyləşib, senaristlər var. Yəni fərd olaraq, şəxs olaraq insanlar var və təhsili verilən sahələrdə rejissorluqdur, senaristdir. Bunlardan insanlar yetişir, mütəxəssislər yetişir. Sadəcə olaraq bir nəfərdən deyirlər bir kinoda 70-ə yaxın peşənin sahibi işləyir bir kino komandasında. Yəni təxmini hesablamalar görür. Prodüserdən tutmuş, ikinci rejissoru, qrim, rəssamlar qrupu var, müxtəlif növlərdə sayısız. Yəni bunlar hamısı bir-birini tamamlamalıdır. Dediyiniz yaxın ölkələrdəki uğur var. Uğur ondan ibarət ki, hər kəs, məsələn tutaq ki, hər hansı bir kino ixtisas, kino peşəsinə gələnən bir şəxs öz peşəsini yaxşı bilir və bununla məşğuldur. Yəni film istehsalı sahəsində, çəkiliş meydançasında hər kəs öz işini görür və başqasının işinə qarışmaz, sürətli şəkildə gedir. Yəni biz təsəvvür edə bilmərik ki, məsələn, biz türklər 2 saata yaxın bir serialın bir seriyası çəkir, onu 3 günə, 4 günə çəkirlər. Yəni bu əslində dünya kinosu üçün də biraz nonsensdir. Yəni çox sürətli işləyirlər. O nədən ibarətdir? Hər kəs yəni mexaniki olaraq öz işini yerinə yetirməyə bacarır. Sistem var Bizdə da, sistem var, sistem məsələsidir. Yəni o sistem qurulmalıdır ki, kino mühiti o şəkildə formalaşdırmalıdır ki, həm sənə ikinci, məsələn, geyim rəssamı lazım olanda ikinci bir film çəkilir, bir film çəkiliş meydanında, ikincində artıq orada problem yaranmasın. Həqiqətən geyim rəssam mütəxəssisi orada olsun. Məsəl üçün mən keçən səfər eşitdim, elə adını da çəkəcəm. Bizdə məsəl üçün
Grimyor var da, Bəli. Adilya var. Bəli. Bizim elə rejissordur Elməddin, onun yoldaşıdır. Deyir, yəni Adilya harda filmdə varsa, o birisi film ola bilməz. Çünki bir dənə Grimyorumuz var. Olsun 2 dənə, 3 nəfər, düzü var, Elik var kinostudiyada. Olsun maksimum 3 nəfər. Yəni bu o deməkdir ki, bir Grimyor bir filmdədirsə, o birisi film çəkilə bilməz. Yəni paralel şəkildə biz bir 5 filmi istehsal eləyə bilmərik. Düz. Bu da inanılmaz bir, yenə deyirəm ki, fakt ki, Mütləq təhsil lazımdır. Yəni indi universitetdə təbii ki, yəni o əsas ixtisasların təhsili var, amma digər o kinoda olan digər peşələr, o qrim rəssamından tutmuş, montaj peşəsidir və nə, o yəni 70-ə yaxın dedikdə orada peşə sahibi var. Onların hamısının yetişmək üçün heç olmasa kurslar olmalıdır. Bu da ki, yəni fərdlərin, şəxslərin əli ilə açılmış kurslarda çox effekt verəcəyi, yəni dərəcədə deyil. hə, effektli dərəcədə olmayacaq. Bunu dövlət tərəfindən olmalıdır. Hər hansı bir peşə məktəbinin tərkibində ola bilər və ya bir kino məktəbi açıla bilər. Kino məktəbində bu ixtisaslar öyrədilməli kurslar şəklində və bunlar da daimi olaraq mütləq çəkiliş meydançasında bayaq Amil bəyin dediyi kimi o öyrəndiklərini həyata keçirməsələr, o yaddan çıxıb gedir. İstənilən sahədələr öyrəndiyini həyata keçirəsən. Yəni iş olmalıdır, daimi olaraq iş olmalıdır. Yəni dövlətin ayırdığı büdcə ilə də tək bu formalaşmamalıdır. Yəni artıq biz bəzi sahələrdə görürük də, yəni ən azından Laçında Xoças film kino studiyasının açılmağı, yəni kino sahəsinə, bütün kino Azərbaycan kinosuna böyük bir necə deyirlər, bir addımdır, böyük bir təkandır. Yəni gözlənilir ki, tək bu tərəfdə, yəni şərq tərəfdə yox, Azərbaycanın qərbində də kino istehsalı olacaq daimi olaraq, yəni davamlı olaraq. Yəni bu olmalıdır və buna da tək dövlət pul çatdırmağı mümkündür. Yəni tək Mədəniyyət Nazirliyi deyək də, kino sahəsindən pul, yəni maddi yəni yetərli deyil. Lazımdır ki, digər qurumlar da, özəl şirkətlər də, yəni tariximizlə bağlı, yəni tarixi şəxsiyyətlərimizlə bağlı və aktual məsələlərlə bağlı filmlər sifariş eləsinlər, çəkilsin, hər kəs bu işin içində qaynasın, bişsin və nəticədə kino industriyamız inkişaf eləsin. Belə lazımdır. İnşallah. Amil bəy, gedək Qarabağımıza, gözəl torpaqlarımıza, bizə 30 illik həsrətdən sonra geri dönən torpaqlarımıza. Bu Xoças filmlə bağlı danışmaq istəyirəm, amma ondan öncə onun adınla bağlı istəyirəm bir açıqlama verəsiniz. Mən sürəkli eşidirəm və istəyirəm sizdən bir izləyicilərimiz də eşitsin. Xoçazı açıq ilə bəzi reportaj alırlar, adını çox təəssüf ki, səhv vurğulayırlar. Gah Xocaz deyirlər, gah Qoçaz deyirlər, gah Xoçaz təpəliyi deyirlər. Buradan yəni demək istəyirəm ki, Xoçaz kənddir Laçında və ən böyük kəndlərdən biridir. Birinci Qarabağ müharibəsində ən gərgin nöqtələrdən biri olub. Çünki strateji əhəmiyyətə malikdir həmən kənd və möhtəşəm bir qayalıqdır. Cənab Prezidentin özü də bizim açılışlara gələndə Xoçaz pavilyonuna Bünyat müəllim adı xüsusi vurğuladı ki, Xoçaz kəndinin adından götürülüb və Cənab Prezident şəxsən kəndi tanıdı və hətta dedi ki, göstərdi öz kəndimizi. Mən deyim ki, həm də o kənddənəm, yəni babalarım o kənddəndir, özüm oradan olmasam da, şəhər sakiniyəm. Xoçaz su çayının adını vurğuladı ki, bəli, olduqca, belə deyim də, Həkərinin ən əsas qollarından biridir. Hətta vaxtilə 20-ci ilin xəritələrində Həkəri çayı Xoçaz su çayı kimi adı qeyd olunurmuş. Bir sözlə Xoçaz qayalığının, Xoçaz dağının adından götürmüşük bu Xoçaz filmi adını. Amma təkcə biz kəndin adını götürüb kino pavilyonun adına qoymamışıq. Başqa faktorlar var. Deməli, Xoçaz kəndində həmən Xoçaz qayalığının bir rakursu var ki, həmən rakursdan belə deyim, insan simasının silueti görsənir. Yəni şəkli biz şaquli vəziyyətə fırlatdıqda insan simasının üz cizgiləri alınır. Elə mən açığı bu layihəni təqdim eləyəndə, bu brendingi təqdim eləyəndə ki, Xoçaz film olsun, xüsusilə bu bəyənildi ki, yəni bir kinostudiyanın adı, belə deyim, və logosu insan faktoru ilə bağlıdır. Çünki kino insan faktorundan ibarətdir. İnsansız kino mümkünsüzdür yəni. Ona görə bu şükür ki, layihəmiz dəstəkləndi və sonra şükürlər olsun ki, yəni şəxsən cənabın özünə təqdim olmuşdu ki, belə bir ideya var ki, kinostudiya açılsın Laçında və
çox yaxşı qarşılandı və bizə dəstək oldular, kömək oldular və inanılmaz şəkildə 1000 kvadrat metrlik ərazi olan bir kino pavilyon, deyərdim ki, Azərbaycanda demək olar heç harda yoxdur. İçində olan dekorların yenə də unikallığı demək olar ki, Respublikamızın heç bir yerində yoxdur. Yəni təkcə biz dekorlarla kifayətlənməyəcəyik. İnşallah planımız da odur ki, belə deyim də, Azərbaycanın Ramil bəyin dediyi kimi qərb qapısında, demək olar Azərbaycanın çıxacağı bir nöqtədə elə bir Laçın şəhərinin özünü bir film, sinema şəhərinə çevirək. Çünki necə deyim, Laçın şəhəri 70-ci illərdən bu tərəfə SSR dövründə də Laçın kinoteatrı olub məsəl üçün. İndi də həmən kinoteatr bərpa olunub. Yəni dağın başında bir möhtəşəm bir kinoteatrımız var. Yəni o deməkdir ki, artıq biz istehsalatla məşğul olub ən azı o məhsulumuzu Laçın kinoteatrına çıxartmaq imkanındayıq. Nəinki Bakıya. Amma istəyərdim ki, bu ən əsas bayaq problemlərdən danışdıq. Problemlərdən bizdə biri budur ki, kinoteatrların sayı olduqca azdır. Yəni hər inandırım ki, bizim rayonumuzda bir dənə kinoteatr olsa və özü də bunun üçün şərait çoxdur. Məsəl üçün asan xidmət demək olar ki, hər bir rayonda var. Özü də mən bir 400 səhv eləmirəmsə, asan xidməti tərkibində olan kinoteatrlarda olmuşam və öz filmlərimizin nümayişini keçirib. Elə Mədəniyyət Nazirliyi, Azərbaycan Film Kinostudiyasının birgə layihələri olub ki, biz orada öz filmlərimizi nümayiş elətdirmişik. Bir sözlə mümkündür ki, biz bütün rayonlarımızda kinoteatr şəbəkəsini bərpa eləyək. Məncə bu mümkün olandan sonra, bax, bayaq ki, o səsləndirilən industriyanı, sənayəni biz formalaşdıra bilərik. Çünki artıq məhsulumuzu bazara çıxartmaq imkanı qazanırıq. Bu mənada belə. O düşmənə göz dağıdır əslində, yəni Laçında, Əlbəttə. yəni o torpaqlarda belə möhtəşəm bir yenilik eləmək əslində. Əlbəttə. Yəni Azərbaycan filmini, Azərbaycanın dünyaya səs salan bir sektorda film, kino sektoru. Yəni onu məhz onların belə lori dilə desək gözlərinə soxa-soxa biz bunu orada icra edirik və mən əminəm ki, orada çox möhtəşəm filmlər ərsəyə gələcək. Çünki o coğrafiya, o təbiət buna çox uyğundur. İstər tarixi filmlərin çəkilməyi baxımından, istər normal gündəlik filmlər. Bax, onu cənab prezident özü də vurğuladı ki, bu yəni pavilyonun interyerindən başqa Laçının özü məkan olaraq bir naturası film üçün yararlıdır. Həqiqətən elədir. Yəni Laçının 126 kəndi var. Hamısı belə deyim də erməni o faşizmin qurbanına çevrilib. Hər an o kəndlərə biz gedəndə bunu hiss edirik. Artıq bu bizə imkan yaradır ki, biz Qarabağ regionundakı salnaməni formalaşdıraq. Ən azı işğaldan əvvəlki dövrün salnaməsini belə deyim də lentə alaq ki, bizdə material şəklində qalsın. Çünki bu gələcək nəsillərə 100% lazım olacaq. Yəni kino ideoloji məsələdir. Təbliğat, təşviqat kampaniyası mühüm faktordur. Ki biz istəyirik ki, Hoças filmdə əsas məqsədimiz bu olsun, əsas prioritetimiz bu olsun və təbii ki, paralel həm kommersiya filmləri, həm sənət filmləri, həm də ki, böyük silsilə şəklində sənətli filmlərin istehsal edə bilək. İnşallah. Ramil bəy, bizdə tarixi filmlərin hal-hazırda, yəni deyildiyi kimi kommersiya filmlər daha çox çəkilir. Tarixi filmlərə də yer verməyi, yəni siz senarist olaraq heç planlayırsınızmı ki, belə bir səhnələşdirilsin filmlər? Yəni təklifiniz olubmu? Bu dəqiqə, yəni istehsal prosesinin ən əsas vacib olan maliyyə məsələsidir. Və tarixi filmlərin maliyyə, büdcə məsələsi, filmlərin büdcəsi aydın məsələdir ki, digər müasir dövrdə gedən hadisələr, müasir dövrdə keçdiyi bir filmdən qat-qat çox olacaq. Çünki orada dekorasiyanın qurulmağıdır, geyimlərin hazırlanmağıdır və adətən tarixi filmlərdə ordudan, atlardan, döyüşdən istifadə olunur. Bunlar qat-qat artırır məsrəfləri, yəni xərcləri. Təbii ki, yəni Amil bəy dediyi kimi kino həm də ideoloji məsələdir. Bu mütləq lazımdır ki, biz tariximizi daimi olaraq, yəni hər il olmasa da 5 ildən bir tarixi filmə, böyük bütçəli bir tarixi filmə müraciət etmək lazımdır. Çünki bizim tariximiz genişdir. Yəni əsrlər, min illiklər boyu dövlətlərin bir-bir qurulub gəlməyini hesablasan, hər dövlətin fəaliyyəti ilə bağlı bir film çəksən, saysız filmlər olar. Yəni sadəcə olaraq bunları senarist olaraq da çətindir əslində tarix filmi yazmağı. Çünki bu çalışmaq lazımdır ki, birinci tarixi faktları təhrif eləməyəsən. Birinci araşdırma məsələsidir. İkinci məsələ, yəni
kino təkcə sənədi götürüb ortaya qoymaq deyil. Kinoda sən qəhrəman yaratmalısan. O qəhrəmanın fəaliyyətini, yəni qəhrəmanı tək qəhrəmanlığını yox, zəif tərəfləri ilə, ola bilər sevgi hekayəsi ilə, digər tutaq ki, insanlarla münasibəti ilə, yəni onu tamaşaçıya sevdirmək üçün qarışdırmaq bəli, lazımdır. yəni qəhrəmanı yaratmalısan, yəni kino qəhrəmanı yaratmalısan. Tarixi qəhrəmandan sən kino qəhrəmanı yaratmalısan. Bu da biraz çətin məsələdir. Yəni dediyim kimi elə eləməlisən ki, təhrif də eləməyəsən tarixi. Yəni bu vacibdir. Yəni tarixi kino ssenarisi yazmaq da çətin məsələdir. Çətindir. Yəni o nəzərə almaq lazımdır. Amma istənilən halda bu ideoloji məsələ olduğu üçün çox vacib məsələdir və bayaq tamaşaçı məsələsinə toxundu. Yəni film çəkilirsə, istənilən rejissor, yəni özü üçün çəkən rejissor belə istəyir ki, filmi izlənsin. Daha çox tamaşaçı tərəfindən izlənsin. Çünki sən orada vermək istədiyin bir mesaj var. Sənin necə ki rəssam çəkir, yəni özünü elə ifadə edir. Biz də filmlə ifadə edirik. Senarist yazır, rejissor onu reallaşdırır, vizuallaşdırır, gətirir tamaşaçının qarşısına. İstəyirik daha çox tamaşaçı görsün. Və mənim uşaqlığımın son ilk dövrləri, yəni Sovetin son dönəmlərinə düşür. Mən kənddə yaşamışam və o vaxt biz indidən fikirləşəndə həqiqətən adam fikirləşir ki, o vaxt belə şəbəkə işləyirdi. Yəni kənddə belə klubda hər gün film nümayişləri olurdu. Yəni bunları bərpa eləmək mümkündür. Sadəcə olaraq çalışmaq lazımdır. Yəni biz də istəyirik ki, hər kənddə, hər qəsəbədə, hər klubda filmlərimiz göstərsin. Bizim filmlərimiz ümumiyyətlə kino industriya inkişaf eləsin, tamaşaçılar baxsın. Hər bir tamaşaçı, Azərbaycanın hər bir vətəndaşı bu filmləri görsün, bizim istehsal edilmiş filmlər. Yəni istəyimiz budur. Bəli, ümidimiz bu yöndədir. Amir bəy, bu indi hal-hazırda bu Hoças filmin varmı bir listə, məsələn ki, 3 dənə film çəkilməlidir bunlar və hazırlıqları? Əlbəttə var. Mən elə Bakı şəhərinə ona görə gəlmişəm açığı ki, bir illik layihə proqramı hazırlamışıq. Hazırda təqdim edəcəm onu. Və belə deyim də, maliyyə axtarışına çıxmaq istiqamətində işlər görürəm. Yəni onun içində həm tarixi film var, məsəl üçün bunu hətta teaserini çəkmişdik. Deməli, Azərbaycan Xalq Cümhuriyyətində Müdafiə Naziri işləmiş, Xosrov bəy Sultanov haqqında tarixi filmdir, bədii sənətli filmdir, düzdür. Artıq ssenari prosesi bitib, artıq mən rejissor ssenarisini hazırlayıram və deyərdim ki, oktyabrın əvvəlindən artıq çəkilişlərə başlamaq istəyirəm. Bundan başqa planlar da var açığı. Həm bir kommersiya film layihəsi var ki, adını hələ ki çəkmək istəmirəm, biraz sir qalsın. Həmən kommersiya filminin orada başqa qrup olacaq, başqa rejissorlar, başqa senaristlər. Yəni təkcə o studiyada mən film çəkmək iddiasında deyiləm açığı. Hərçənd ki, öz ssenarilərim, öz quruluş vermək istədiyim planlarım çoxdur. Məsəl üçün, xüsusilə bir tam metrajlı ilk debüt filmimi çəkmək istəyirəm və hətta bunun haqqında da şəxsən cənab prezidentin özünə məlumat verdim və şəxsən özünə dedim ki, inşallah bu filmi də yekunlaşdırandan sonra sizi hətta həmin filmin premyerasına indidən dəvət edirəm. O da dəvətimi qəbul elədi, dedi başda inşallah iştirak eləyəcəm. Yəni bundan artıq mənim üçün yaxşı bir şey ola bilməz. Bu başlanğıcıdır da bu artıq. Bəli. Yəni əsas düzün deyim, məqsədim həmən filmi Arılar və Qəbirlər ssenarisidir. Ramil bəy məncə o ssenari haqqında məlumatlıdır. O ssenari yəni bitib tam hazırdır. Mövzu ortalama nədir? Mövzu yenə də Qarabağa qayıdış, zəfər kontekstində belə deyim, daha çox sənət filmidir. Yəni daha çox kommersiya tərəfləri də var açığı. İnanıram ki, həmən filmi kinoteatrda versək, müəyyən bir kütlə gəlib həmən filmə baxa bilər. Hətta PR-ın yaxşı şəkildə qursaq daha çox ola bilər. Düzdür. Amma əsas məsələm həmən filmdə daha çox ideoloji, təbliğat, təşviqat kampaniyasının düzdür, bu dediklərim filmin üst qatında yox, lap alt qatında olan bir şeylərdir. Və daha çox bu filmlə, belə deyim, yenə də Qarabağ mövzusunda olan filmdir. Daha çox bu mövzuda bir çox beynəlxalq festivallarda ölkəmizi təmsil etmək niyyətindəyəm. Özü də Hoças filmin artıq adı var deyə, belə deyim, Qarabağ regionundakı bir kinostudiyanın istehsalıdır deyə inanıram ki, daha çox, belə deyim, daha çox diqqət yetirilə bilər və belə deyim də, Qarabağ məsələsi, belə deyim,
daha çox gündəmə gələ bilər. Yəni təbliğat çox önəmlidir və özəlliklə bu görsəl təbliğatlar daha çox önəmlidir. Bəli. Bu Xoçaz filmin, Azərbaycanda da film kinostudiyası var. Xoçaz film ümumiyyətlə Azərbaycan kinosuna nə verəcək sizcə? Nə gözləntiləriniz var? Gözləntilərim açığı çoxdur. Yəni ümidlə yaşayırıq da, bayaq özümüz dediyimiz kimi. Yəni ümidlərimiz çoxdur. Şükür ki, mən inandırım ki, son bu Xoçaz filmin ərsəyə gəlməyi maksimum 5 aya ərsəyə gəlib. Yəni sadəcə əvvəl ideya şəklində idi, sonra getdikcə reallaşmağa başladı. Artıq şükürlər olsun ki, hər şey qaydasında gedir. Artıq pavilyonumuz hazırdır və biz artıq film istehsal eləmək gücündəyik. Yəni bir sözlə 5 ayda inanılmaz, belə deyim də, həyatımda dəyişikliklər baş verdi. 180 dərəcəlik bir dəyişim baş verdi. Ona kimi biraz durğunluq idi. Nə film çəkə bilirdim açığı. Çünki həm də elə nazirlikdə, düzün deyim, Azərbaycan filmdə də çox təəssüf ki, biraz durğunluq dövrünü yaşayırlar açığı. Yəni buna görə o da mənə istər-istəməz təsir eləyirdi bir rejissor kimi. Amma qəfildən bütün bu dəyişikliklər baş verdi və belə bir dəyişikliyin də başında belə deyim də, mənim olmağım, bir Laçın şəhər sakini kimi məni dəvət eləməkləri və bütün bu işləri qurmaq, belə deyim, mənə zövq verdi, açığını deyim. Mənəvi qida. Mənəvi, həm mənəvi, çox tərəfdən, yəni inanılmaz bir şeydir ki, öz vətəninə qayıdırsan. Mən ilk dəfə öz evimizə qayıtdım və bu evə qayıdışın içində həm də bir kinostudiya qurmaq, burada öz işimlə məşğul olmaq niyyətləri vardı deyə mənim, yəni belə deyim də, arzularım sanki Çin olmuşdu. Sanki də yox, yəni həqiqətən də Çin oldu, yəni. Bir sözlə, yəni həyatımda həqiqətən 180 dərəcəlik bir dəyişiklik baş verdi və inanıram ki, bu filmlərlə də, o dediyim sizə filmlərlə də inşallah belə deyim, o inkişafı göstərə biləcəm, o niyyətimi göstərə biləcəm, o uğurları göstərə biləcəm. Yəni ən azı təkcə yenə deyirəm, mən yox, təkcə orada mən istəmirəm ki, belə deyim, özüm kino çəkim. Mənim üçün bir təkcə məndən ibarət bir studiya deyil. Açıq istəyirəm ki, hal-hazırda məsəl üçün biraz kənarda qalan rejissorlarımız var. Bu durğunluq dövründə belə deyim, biraz özünü göstərə bilməyənlər. Bəli, özünü göstərə bilməyənlər var. Daha çox o insanlara istəyirəm cəlb eləyək, onlar iş görsünlər. Yəni bir sözlə imkanlar çoxaldıqca mən də istəyirəm ki, o necə deyim, xoş niyyətimizi həmən kolleqalarıma, yəni bütün kino cəmiyyəsində də hamını tanıyıram. Yəni bu mənada hamısı dostumuz, tanışımızdır. Hamı yəni bir sözlə gəlsin evimizə. Mən evimdir yəni orada Laçın mənim. Yəni gəlsinlər, həm qonağımız olsunlar, həm kino pavilyonumuzda filmlər çəksinlər. Yəni bu işin bir tərkibində, bir qolundan yapışsınlar, belə deyim də. İnşallah. Ramil bəy, bir filmin ərsəyə gəlməsində, yəni senarist və biz hamımız rejissoru görürük, bir də aktyorları görürük də, geri qalan qismini biz görə bilmirik, çünki işin pərdə arxasıdır. Amma senaristlər, ümumiyyətlə, filmdə bu birliyi mən istəyirəm tutaq ki, senarist, yazıcı, rejissor, musiqiçi, bəstəçi və bunların hamısının bir bütünlüyü olub-olmamağın arasındakı kinonun effektində fərqi nədir? Əlbəttə ki, yəni sənət ümumiyyətlə tandemlər üzərinə qurulub. Məsələn, tutaq ki, aktyor və aktrisa, başarılı oyuncular bir-birini tamamlayırsa, həm görünüş olaraq, həm mənəvi atmosfer olaraq onda film uğurlanır. Eyni şəkildə filmin, kinonun əsası ssenaridir. Və onun filmin də müəllifi rejissor sayılır sonunda. Yəni senaristlə rejissor mütləq bir-birini tam başa düşməlidirlər. Yəni yazılan ssenari. Təbii ki, rejissor öz ssenarisini çəkirsə o daha yaxşı. Yəni ki, öz yazdığını necə ifadə edəcəyini bilir. Və bu tandem çox vacib təbii ki. Yəni bəzən mən senarist olaraq çalışıram, bəzən mənim yazdığımı hiss edirəm ki, rejissor başa düşməyib, başqa formada reallaşdırır. Yəni o artıq senaristə bir növ biraz məyusluq verir təbii ki. Təbii ki, tandem vacib. Birinci növbədə rejissor senarist tandemi. İkinci növbədə filmin əsas heyəti var. Rejissor, quruluşçu, operator, quruluşçu, rəssam, bəstəkar və ssenari müəllifi. Bunlar bir-birini tamamlamalıdırlar. Çünki ilk filmin hazırlığına başlayanda artıq ki, istehsal prosesi necə olacaq, onun hazırlıqları, geyimləridir, məkanlardır, seçimlərdir, vizual, stilistikadır. Bunlar hamısı
Yəni bir-birini, yəni tək rejissorun diktəsi ilə olmalı deyil də. Yəni onlar bir-birini başa düşməlidir və təbii meydançada da o atmosferin yaradılmağı çox vacibdir ki, yəni hər kəs işini sevə-sevə görsün. Sadə inzibatçıdan, fəhlədən tutmuş, kütləvi rol oynayan aktyorlara qədər. Yəni bu da daha çox mən elə düşünürəm ki, yəni kinonun bir növ kralı da belə deyək də, yəni kralı rejissordur. Yəni rejissor yaratmalıdır o meydançada atmosferi. Həm özünün aurası ilə yaratmalıdır, həm bütün heyətə olan münasibəti ilə yaratmalıdır. Bu olursa, bu aura yaranırsa və film istehsal prosesində təbii ki o müsbət atmosferdə hiss olunur. Və bu filmin uğruna da təsir edir əlbəttə ki. Və rejissor təbii ki o seçimlərdə düzgün seçməlidir. Yəni obraza uyğun aktyorun, aktrisanın seçilməyi, filmin ssenariyə uyğun məkanların, yəni onlar hamısı, yəni dediyimiz kimi də bir şəxsdən ibarət deyil. Yəni məkanları rejissor təkcə seçmir, təbii ki onun məkan menecerləri olur, axtarırlar, tapırlar. Əgər ən uyğun rejissoru 100% qane eləyən bütün o mərhələlərdən keçirsə, artıq gözəl bir film ortaya çıxmaq yəni ehtimalı var. Siz müəllim işləyirsiniz və tələbələriniz var. Siz gələcəyin rejissorları, aktyorları, bu yetişən kütlədən ümidlisiniz? Əvvəlcə bir sözünü deyəm ki, təbii ki, ümidliyəm. Hər zaman ümidliyəm. Ümidlə yaşayırıq. Yəni, ümid olmasa gərək sahəmizi dəyişək, başqa bir sahəyə keçək. Ümidliyəm. Ümidli olmalı. Amma təkcə yəni bizim ixtisasda yox, ümumiyyətlə bizim gənclərdə belə bir formasiya var, belə bir forma var ki, yeni nəsil daha tənbəl gəlir. Yeni nəsil yəni çox iddialı deyil. Yəni ola bilər ixtisası seçib oxuyur. Tək yəni ssenaristi deməyir, elə maliyyə sahəsində oxuyur. Rahat bir dönəmin gəncləri kimi görsənir də indiki gənclər. Bəli, bəli, yəni maliyyəni oxuyur, bəlkə fikirləşmir maliyyə sahəsində davam edəcək. Sadəcə o universitet oxuyur. Yəni o gənclərə hər bir ixtisasda rastlaşırıq. Düzdür. Necə ki, məsələn, tutaq ki, bir qrupda rejissorluq 10 nəfər, 8 nəfər bitirirsə, ondan 2 nəfər, 3 nəfər rejissorluqdan sonra görürsən ki, məşğul olur. Təbii ki, bu istedadla da bağlı bir şeydir. Yəni sənin o sahəni davam elətdirmək üçün birinci növbədə iddian olmalıdır, tənbəlliyin olmamalıdır, öyrənməlisən, istedadın olmalıdır, senaristi həm də yazmalıdır. Yəni yazmağı, müşahidə eləməyə qabiliyyətin olmalıdır, araşdırmaq olmalıdır. Yəni əsas bax araşdırmaqdır. Tənbəllik orada ortaya çıxır ki, sən senari yazırsansa, sadəcə oturub yazmaqla bitmir. Onu araşdırmalısan. Keçən hadisələrin dövrə uyğunluğunu, məkana uyğunluğunu, insanın psixologiyasına uyğunluğunu, hər şey araşdırmadan ibarətdir. Yəni bu nüanslar görünür gənclərin tənbəlliyində. Amma ki, tutaq ki, bir 15 nəfər tələbə varsa bir qrupda, oradan bir 4-5 iddialı senaryo çıxa bilər, belə bir fikirləşirəm. Yəni belə istedadlı uşaqlar, həm çalışqan uşaqlar yetişir. İşin bu tərəfi də var da, yəni ekran işi, hər hansı bir iş, aparıcılıq olsun, kino sahəsi olsun, fərq eləmir. Ümumiyyətlə, ekran işi sıravi sadə vətəndaşlara çox rəngli gələn bir ixtisasdır. Yəni, hər kəs ora meyl edir, yəni can atır ki, orada özünün də iştirakı olsun, o sahədə işləsin. İncəsənət Universitetində oxuyan tələbələrin nə qədər faizi sırf o işığa gedənlərdir, nə qədər faizi də gerçək sənət icra eləmək istəyənlərdir? Sizin baxışınız sadəcə maraqlıdır. Yox, əslində bayaq elə o rəqəmləri dediyimiz 10 nəfərdən 3 nəfər rejissor olursa, o əslində həm uğurdur. Yəni Azərbaycan kinosu üçün də uğurdur. Eyni şəkildə 15 nəfər senarist tələbədən 5 nəfər yəni iddiası o yöndədirsə, istedadı o yöndədirsə, çalışqanlığı varsa, o özü uğurdur. Yəni faiz olaraq götürəndə elə belə götürür. 30% yəni görürsən ki, öz ixtisasının, öz peşəsinin arxasında getmək niyyətindədir. Və onun əslində obyektiv, subyektiv səbəbləri də var. Məsələn, tutaq ki, ssenaristliyi bitirən tələbələr məndən soruşurlar, biz ssenaristlik də bitirdik. Yəni film istehsalı olsun ki, biz ssenari yazaq. Yəni istehsal olmalı ki, ssenari yazaq. Yəni şanslı olanlar gedirlər reklam agentliyində, copywritinglə, mətin yazarlığı ilə. Bir hissə gedir televiziyada təbii ki, mətin yazarlığı, redaktorluğa gedirlər, müxbirliyə gedənləri var.
Yəni artıq ixtisas da açılanır. Rejissorluq da eyni şəkildə. Kino rejissorluğu bitirən bir çox hissəsi televiziyaya, bacarırsa televiziyaya gedir. Bəziləri gedir qeyri-ixtisasla məşğul olur. Yəni nəticədə insan öz həyatını qurmalıdır. Bunun üçün bu qədər peşəkar ixtisaslı əgər kinematoqraf yetişirsə, onlar daimi olaraq o işlərlə məşğul olmaq üçün istehsal olmalıdır. Hamısı bir zəncir var, görürsünüz, bir-birinə bağlıdır. Yəni istehsal olmalıdır istənilən halda. Bu dövlət dəstəyi ilə, digər özəl şirkətlərin dəstəyi ilə, digər qurumların dəstəyi ilə, şəxslərin dəstəyi ilə bu istehsal olmalıdır ki, bu olduqca istehsal da əgər uğur gətirirsə, maddi qazanc, digər tərəfdən tutaq ki, ölkəyə uğur gətirirsə, xaricdə festivallarda və ya məsələn bir iş adamı ola bilər ki, ona maddi heç bir qazanc lazım deyil. Sadəcə filmi görür, sevirdir, çox gözəl. Mənə bəsdir. Mən özüm izlədim, yəni onun mən mənəvi zövqü aldımsa, demək ki, bunda uğur var. Yəni o istənilən şəkildə filmdə o şəkildə yəni geri dönüşüm olmalıdır. Yəni maddi, mənəvi, ölkə üçün, şəxs üçün, yəni ola bilər bu rejissorun filmoqrafiyasında özünə bir uğur gətirdi. Yəni bu bir pillə oldu ki, başqa bir sahəyə, başqa bir yəni mərhələyə keçsin ixtisasında. Hal-hazırda hansı ssenari üstündə işləyirsiniz? Hazırda yəni biz həm də bir növ digər məmur işlə də məşğul olduğumuz üçün, pedaqoji işlə də məşğul olduğumuz üçün ssenarist işləmək üçün biraz vaxt lazımdır, zaman lazımdır. Yarımçıq ssenarilər var təbii ki, uşaq ssenarisi var. Uşaq filmi bizdə çox vacib və yeri görünən əski tərəflərimizdən biridir. Çünki bayaq dedi, əgər ideoloji məsələdirsə, əsas da ideoloji məsələdirsə kino, niyə bizim az yaşlı tamaşaçılarımız, uşaqlarımız başqa həyat tərzini sevib, izləyib, yəni özümüzdən xəbəri olmadan yaşasınlar. Vacibdir təbii ki. Həm uşaq ssenarisi, tərbiyələndirici mənada. Yəni istiqamətlər var da, bir neçə üzərində işlədiyim ssenarilər var və biz Səlnamə Film Studiyası ilə biz bu yaxınlarda Qarabağ Futbol Klubu adlı 3 seriyalı sənədli filmi bitirdik. Orada da ssenari müəllifi kimi çalışmışam. Yaxında yəqin ki, oktyabr ayında nəzərdə tutulur bu filmdə nümayiş olunacaq, tamaşaçılara göstəriləcək. Yəni belə davamlı olaraq işlərimiz var. Həm özəl studiyalarda, həm də ki, yəni dövlət studiyalarında, yəni əgər proses gedirsə, biz də o prosesdə yer alırıq. Amil bəy, biraz ideoloji deyilince ağlımıza təbii ki, Güney Azərbaycan gəlir, milliyətçilik gəlir və bizim orada 35 milyonluq soydaşlarımız gəlir. O İrandakı film sektoru, Azərbaycandakı film sektoru və sizin bildiyimiz qədərlə Güney Azərbaycandakı soydaşlarımızla işbirliyiniz var. Bəli, var. Mən 2015-ci ildə televiziyaların birində, ANS kanalında serial çəkmişdim və həmən serialı demək olar ki, bütün heyəti Cənubi Azərbaycandan olan qardaşlarımızla idi və mən orada çoxlu ünsiyyət qurmuşdum. Hətta bütün gələcək işlərimdə həmən komanda ilə işləmək niyyətində idim. Sonra təəssüf ki, həmən kanal bağlandı və bağlanandan sonra da biraz əlaqələrimiz itdi demək olar. Amma sonradan yenə də 2016-cı ildə Fəcr Film Festivalında olmuşdum, Tehranda keçirilən. Həmən festivalda yenə həmən komanda ilə demək olar ki, rastlaşdıq və deyərdim ki, əlaqələr daha da çoxaldı. Xüsusilə Bəhram Arq qardaşları var ki, çox artıq böyük nüfuz qazanıblar və artıq səhv eləmirəmsə 3-cü tam metrajlı filmlərini çəkirlər. Yəni onlarla çox belə deyim, görüntülü də danışırdım. Öz gördüyümüz işlərlə də birbirimizi tanış eləyirdik. İndiyənə kimi də münasibətlərimiz var. Sonradan onlar Bakı şəhərinə gəlmişdi. Bakı şəhərində də görüşmüşdük. Yəni başqa adamlar da var, təkcə bundan ibarət deyil. Yəni daha çox düzün deyim ki, Cənubi Azərbaycandakı qardaşlarımız daha çox belə aktivdirlər, düzün deyim. Sanki orada sinemaya, kinoya diqqət daha çoxdur sanki. Mən elə hiss edirəm şəxsən. Çünki onlar belə A kateqoriyalı festivallardan səslər artıq gəlir. Biz heç hələ o imkanlara çatmamışıq açığı. Düzdür, müəyyən qədər belə işartılarımız var, amma onlar qədər deyil.
Və düşünün o qədər məhdudiyyətlərə rəğmən, Bəli, o bəli. qədər baskılara, Bəli, rejimin halbuki bizdə bu boyda baskılarına şərait var, yəni düz vurğulayırsınız. Yəni şükürlər olsun ki, tam azadlıq, tam hər şey qaydasında. Bəlkə də o həmişə belə olur. Yəni müəyyən bir baskı olanda, müəyyən çərçivə olanda insan daha çox çərçivələri qırıb çıxmaq istəyir. Bəlkə də o imkanlardan irəli gəlir ki, cənab qardaşlarımız. Qürur verici istər. Mən də məsələn tutaq ki, amil qədər olmasam da, yəni beynəlxalq festivallarda iştirak etmişəm və orada Azərbaycan dilində filmlərin səslənməsi, göstərilməsi, hətta son illərdə Azərbaycan dilli filmlər kateqoriyalar, bölmələr olur ki, orada da nümayiş olunur və rejissorlarla tanışdıq. Mən məsələn Qorqud Ata festivalında, birinci Qorqud Ata festivalında sənədli film üzrə birinci mükafatı cənablı qardaşımız qazandı və o daha çox o ekoloji problemlərdən bəhs edən, Urmiya gölü ilə bağlı bir problemdən bəhs edən çox gözəl bir film istehsal edilmişdi və o təbii ki, münasibət qurulur, dostluq davam edir və Kazan Film Festivalında da yəni cənabı Azərbaycandan olan qardaşlarımızla onların həm filmlərini izləmək, dediyim kimi o Azərbaycan dilində, o şirin ləhcə ilə o filmləri izləmək, görmək və bir növdəki yaşayış tərzini görmək, həm də ki, bu filmlər həm də keyfiyyətli filmlərdir, yəni sənət baxımından, mövzu baxımından özlərini ifadə edə bilən filmlərdir. Mən hətta vurğulayım ki, məsəl üçün adları sadəcə olaraq xatırlamıram deyə, Bəhram Bilinəsə adları yadımda qalıb, çünki ikiz qardaşdılar deyə adlar həmişə yadımda qalır. Amma belə sosial şəbəkələrdə filan yazışırıq həmişə. Məsəl üçün, Türkiyədə İpək Yolu Film Festivalında mükafat almışdım. Ən yaxşı qısa metrajlı bədii film. Mənlə də paralel sənətli film kateqoriyasında cənub qardaşlarımızdan var idi ki, 2 nəfər. Onlar da, belə deyim, mükafata layiq görmüşdü. Həmən dostlarımızla da münasibətlərim var. Yəni, saysam qutarmaz, inandırım. Ona yaxın deyərdim ki, Cənub Azərbaycanlı qardaşlarımızla ünsiyyətimiz var. Bu işin peşəkarları ilə. Mənə maraqlıdır ki, o peşəkar baxış Azərbaycan filminə, yəni güneydəki baxış Azərbaycan filminə necədir? Yəni necə dəyərləndirirlər sizcə? Bizimi yoxsa? Bizim filmlərimizi. Bizim filmlərimizi. Güney tərəfində bu işin əhli, yəni rejissorları və ya senaristləri, yəni ümumiyyətlə film sektorunun insanları Azərbaycan filminə. Birinci bizi bağlayan tariximiz var. Bizi bağlayan dilimiz var, dinimiz var və nə qədər aralı olsaq da, necə ki, mənə xoş təsir bağışlayır Azərbaycan dilində, öz dilimdə başqa bir ölkədə bir film izləmək və cənublu Azərbaycanlı qardaşımla tanış olmaq. Onlar da, yəni, çünki biz hiss edirik ki, onlar daimi olaraq işbirliyinə, əməkdaşlığa can atırlar. Sevməsəydilər, yəni istəməsəydilər əməkdaşlığı can atmazdılar. Yəni gəlib burada çəkmək məsələsidir, birlikdə. Yəni hətta ikimiz birlikdə gəlin rejissorluq eləyək, ssenarini yazın biz çəkək, biz yazaq siz çəkin. Bu yəni əməkdaşlıq təklifləri çoxdur. Var, özdə Bakıda yəni çalışan cənab qardaşlarımız da var ki, həm səs rejissoru, həm elə rejissor da var. Məsələn, Ərtuğan Nəcəfi var ki, o da arxa planda olduqları üçün çox daha tanınmır simaları, amma sizin sayənizdə bunlar da səsləndirilmiş olur ekranlarda. Var. Onlarla da bəlkə də inandırım gələcəkdə həmişə istəmişəm ki, onlarla birgə işləmək, komandada onlar olsun. Həqiqətən, yəni ən azı dil faktoru var ki, o şirin ləhcə var ki, babalarımızın, belə necə deyim, məsəl üçün atamın nənəsi vardı, Nabat nənə, 100 yaşında vəfat elədi. Amma mənim uşaqlığımda onun ləhcəsi yadımda qalıb. Və mən həmən ləhcəni işləndə həmişə o Nabat nənəmin ləhcəsini xatırlayıram. Uşaqlığım xatırlar. Yəni, Ramil bəndə qeyd elədik ki, nə qədər o məsafə getsə də, ürəklər, beyinlər birdir. Yəni, mümkün deyil bunu ayırmaq və ya ayrı sala bilmək. 100%. Və inanıram ki, gələcəkdə də bax, istehsal elədiyimiz filmlərin tərkibində içində bu ideoloji məsələ də olacaq ki, biz necə deyim, əslində təkcə bu Şimali Azərbaycandan ibarət deyil məncə. Daha böyük. Və inanıram ki, bu məsələ belə deyim də, necə deyim, daha yaxşı olacaq ki, biz onu filmlərimizə sirayət edib
göstərə biləcəyik. Və bu tez zamanda baş tutacaq sanki. Əlbəttə. Yəni bu şəxsi düşüncələrimizdir bizim. Çünki yəni o qədər sürətlə inkişaf edir ki, o bölgələrin bərpa edilməsi və ya işte mədəniyyətin oralarda gedib qurulması, yəni bu şəkil propaganda deyim də, yəni təbliğat makinələrinin işə düşməsi mən əminəm ki, çox qısa zamanda da elə sırf bizim Güney mövzumuz, birlik mövzumuz, bütöv Azərbaycan mövzusu da filmlərdə bəli öz əksini tapacaq, gündəmə gələcək. Məsəl üçün 44 günlük müharibədə həmən Zəngilan bölgəsində müharibə gedəndə yəqin videolardan görmüsünüz ki, cənub qardaşlarımız necə reaksiya verirlər, o balaca uşaq necə reaksiya verir. Bunlar yəni hamımız onu göz yaşından izləmişik. Yəni. Ürəklər suyun bu tərəfində idi, amma vücudlar o tərəfdə idi. Real faktı deyim, məsələn bu Qorqud Ata Festivalında deyim, qalib gələn qardaşımız Məhəmməd qardaşımız rejissor, o növbəti filminin artıq çəkilişlərinə başlamışdı. O dediyim kimi ekologiya baxımından yanaşır məsələlərə. Artıq cənub tərəfdə çəkilişlər yekunlaşdırmışdır. Məsələ nə idi? Meşələrin qırılması, düşmənlər tərəfindən məhv olunması. Yəni biz təkcə insanlarımızı məhv eləməyiblər, həm də təbiətimizi məhv eləyiblər. Yəni onun düşüncəsi bu idi. Gəlib bu tərəfdə də, işğaldan azad olunmuş bölgədə də bu çəkilişlərini davam etdirəcək inşallah və bu yəni, əvvəlki filmindən gördüyümüz kimi bunu film estetikasında təqdim eləməyi və uğur qazanmağı bacaran bir rejissordur. Yəni onun filminin də inşallah inanıram ki, bu həm Cənub Azərbaycandan bizdə işğaldan azad olunmuş bölgədə çəkəcəyi bu film də uğur qazanacaq beynəlxalq festivallarda. İnşallah, yəni bizim ümidimiz də həqiqətən bütöv Azərbaycan olaraq bir irəliləməkdir. İnşallah. Mən təşəkkür edirəm sizə gəldiyiniz üçün, efimizin saatı bitdiyi üçün sağollaşmaq məcburiyyətindəyəm. İşlərinizdə uğur arzu edirəm, səsləriniz yüksəklərdən gəlsin, Azərbaycanımızı daha yüksək yerlərdə təbliğ eləməyinizi canı könüldən arzu edirəm sizə, öncə can sağlığı ilə təbii ki. Çox sağ olun, xoş oldu sizinlə ünsiyyətdə olmaq və bizi izləyən bütün qardaşlarımıza salamlar çatdırırıq. Mən də buradan, oradan, cənubdan, şimaldan, hər yerdən. Çox sağ olun. Mən də həmçinin təşəkkür edirəm. Sağ olun. Sağ olun, var olasınız. Belə dəyərli izləyicilər, bugünün də sonuna gəldik. Sabah yenə eyni saatda ekranlarınızın başında evlərinizin qonağı olacaq. Bizi izləməyə davam edin. Hələlik.